Qarabağla bağlı davam eləyək, qısaca deyəcəklərim var. Ahmet, məncə Qurban Qurbanov bəlkə də heç vaxt olmadığı qədər əlini göyə açıb Allaha dua edir ki, bu mövsüm başa çatsın. Qarabağ tarixinin, təkcə öz tarixinin yox, Azərbaycan futbol tarixinin ən böyük nəticələrini bu mövsüm qazanıb. Amma nə qədər qəribə paradoks səslənsə də, qışdan sonra ən çox tənqid olunan klubdur. Səbəbsiz deyil. Komanda ölkə kubokunda mübarizəni dayandırdı. Çempionluq əldən çıxdı. Uğursuz bir neçə oyunlar oldu. Futbolçularla bağlı müəyyən qalmaqallar yaşandı. Elvin Cəfərquliyev, Abbasın Hüseynovun əvəzedici komandaya göndərilməsi, Manko Yankoviçlə bir narazılıq, narahatçılıq oldu arada. Hakim qalmaqalları yaşandı. Elə bu yaxınlarda artıq Marko Yankoviçə görə də təxminən 75.000 manat komanda cərimə verildi. Belə cərimə görməmişdim. Böyük bir cərimə verildi komandaya. Çətin dönəmdən keçir. Medina səhvləri ipə düzür, Ahmet. Hər oyun aşağı yuxarı Medina səhvlər eləyir. Bu mövsüm biz Medina'dan nələr görmüşdük? Bəli. Yəni, çox ciddi səhvləri ilə yadda qalır Kevin Medina. Hər oyunda səhvləri ilə yadda qalır. Toral Bayramov Neftçi ilə 5-1 olan oyunda normal futbol oynamışdı. Amma ondan kənar digər oyunlarda Sabahla Kubokun cavab görüşü olsun, Maluda ilə mübarizələrdə çox axsadı, çox biabırçı çıxış elədi. O gün Qəbələdə penaltini vurmağa qoyuran bir kənara, penalti lotereyadır, onu istənilən futbolçu vurmaya bilər. Oyunun gedişində çox zəif çıxış elədi. Ümumiyyətlə, bu iki futbolçunun timsalında, həm Medina'nın, həm Toral Bayramovun timsalında düşünürəm ki, performansında eyniş yaşayan futbolçular çoxdur və xüsusilə istəkləri azdır. Məsələn, Kade Borges bugün görürsən ki, formasında deyil, artıq çəki hiss olunur. Amma istək olaraq hardasa Kade Borges görürsən ki, qələbə qazanmaq istəyir, gol vurmaq istəyir. Digər əksər futbolçularda biz bunu görmürük. Mən də əminəm ki, artıq Qurban Qurbanov da müdaxilə eləməkdə sanki çarəsizdir. Biz Avrokuboklarda düşünürdük ki, Qarabağ mübarizəni dayandırandan sonra daxili yarışlarda, həm ölkə kubokunda, həm ölkə çempionatında yenə qarşısı alınmaz olacaq, qələbələri sıralayacaq. Amma proqnozlar özünü doğrultmadı. Hətta oradakı mübarizəni başa vurandan sonra sanki futbolçular euforiyadan ayrıla bilmədilər. O Avropadakı atmosferdən ayrılıb daxili yarışlara istənilən kimi köklənə bilmədilər. Təbii ki, Qurban Qurbanov bunun üçün hansısa addımları atdı, görünən o ki, effektiv olmadı. Və belə məqamda təbii ki, yayı gözləmək məcburiyyətindəsən, heyəti dəyişilməyi. Biz bilirik ki, Qarabağda kütləvi dəyişikliyi olacaq. Son illər heç vaxt olmadığı qədər komanda yenidən qurulacaq, yenilənəcək. Hətta sabahlı oyundan sonra elə Qurban Qurbanovun özü də bildirmişdi ki, elə Fergusondan start gətirmiş ki, bir komandanın maksimum dövrü 3 ilə əhatə eləyir. Böyük ehtimal ki, yayda çox yaxşı yerə ki, mən onu deyəcəydim indi. Buyur. Böyük dəyişikliklər olacaq yayda. Görünən odur ki, Qurban Qurbanovda böyük səbirsizliklə mövsümün başa çatmasını gözləyir ki, artıq kubokda da mübarizə bitib, çempionatda da məsələ həll olunub, komanda ikinci pillənin sahibi kimi Avrokuboklara gedəcək. Ölkə kubokunu sabah qazansa Qarabağ Avropa Liqasına gedə bilər, amma ümumi olaraq Qarabağ üçün demək olar ki, artıq nəsə bir motivasiya qalmayıb, bundan sonra artıq komandanın adaptasiya olacağı nəsə qalmayıb. Böyük ehtimal artıq Qurban Qurbanov yayın tədarükünə başlayıb indidən. Yəni, mən belə görürəm, son illər heç vaxt olmadığı qədər bu kənardan açıq-aydın hiss olunur. Deməli, xanımlar, başlayaq nədən? Birincisi, nə Azərbaycanda, nə də dünya futbol tarixində statik cəhətdən, stabillik cəhətdən Qarabağın eləyə bildiyini və bizim kimi Avropada elə də güclü olmayan futbol ölkəsindən bunu eləyə bilən başqa bir komanda olmayıb, olmayacaq da. Bu birinci məsələ. Nəyi eləyə bilən? İndi biz bu günləri, burada da yazırlar insanlar, Qarabağda fokuslanma problemi var, Qarabağda filan problemi var. İndi sən də bir çox belə deyək də, izahlar verdin, səbəblər verdin. Bax, məncə, onda problem olardı ki, bu stabillik haradasa qırılmayardı. Yəni, bu 14-15 il ərzində Qarabağ və Qurban Qurbanov başda olmaqla bunu eləyə bilibsə,
Mən sənə deyirəm ki, bu möcüzəvi bir şeydir. Razıyam. Bunu, yəni düzdür, səviyyələr fərqlidir, amma mən totaldan danışıram da, yəni insanlar gözünün qabağına gətirə bilsinlər. Dünya futbol tarixində nə Barcelona, nə Real Madrid, nə Chelsea, Manchester United 15 sezonda özünə gələ bilmir. Fergusondan sonra heç bir komandanı toparlayır. Bax, bunun bir örneği var, buna yaxın bir örnek. O da Bavariyanın son 15 ildə, nə bilim 12-13 dəfə beynəlxalq turnirlərdən yox, öz milli çempionatında çempion olmasıdır. Buna en yaxın örnek. Bu hardasa qırılmalıydı. Hardasa bu olmalıydı və bu mövsümə gəldi çatdı. Və bunun da bir səbəbi var idi, o da Sabah komandasının oynadığı futbol. Hətta bugün Sabah olmasaydı, biz gene bugün bunları danışmayacaqdıq. Bəli, komanda Sabahı kənara qoysaq yenə... Yəni gene biz bunları danışmayacaqdıq. Yəni burada həyatda ümumiyyətlə, həyatda olsun, futbolda olsun, istənilən sahədə olsun, sən o yeniliklərlə ayaqlaşa bilmirsənsə, sən heç bir işdə var ola bilməyəcəksən. Qarabağ hər il o yeniliklərlə yeniliyə bugünlərə təsəvvür elə, heç bir yenilikdə o Rusların bir sözü var ya, Ateska vermədilər. Bu ildən başqa. O da hasansa olmalıydı. Sən təsəvvür elə, mən bugünə... Hətta çox gec qalıb. Çox gec qalıb. Mən bugünə kimi heç bir klubda bu qədər hər il 5-6 nəfərin dəyişdiyini və nəticələrin dəyişmədiyini görməmişəm. Qarabağdan başqa. Qarabağda hər il 5-6 futbolcu dəyişib, nəticələr dəyişməyib. Bir bu ildən başqa, əslində bu ildə nəticələr dəyişməmişdi. Sadəcə çempion ola bilmədilər.